Yaxın bir neçə dəqiqə ərzində dövlət xidmətləri sahəsində baş verən yeniliklərdən, statistik göstəricilərdən daha ətraflı məlumatınız olacaq. Əvvəlcə anonslara baxaq, sonra ətraflı davam edərik. Ötən həftənin statistikası nə qədər müraciət cavablandırıldı? Ötən həftə Bilim Quba Mərkəzinin açılışı baş tutdu. Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ötən həftə Madridə səfər etdi, faydalı görüşlər keçirildi. Yola saldığımız həftə ərzində Asan xidmət mərkəzlərinə 228.901 müraciət qeydə alındı. Asan kommunal mərkəzlərinə edilən müraciət sayı 11.245 oldu. Ötən həftə səyyar Asan xidmət vasitəsilə 5.093 müraciət cavablandırıldı. 108 çağrı mərkəzinə edilən müraciət sayı 19.559 oldu. Yola saldığımız həftə ərzində vətəndaşlara 13.275 viza verildi. Asan ödəniş vasitəsilə 66.800 ödəniş həyata keçirildi. Ötən həftə Bilim Quba Mərkəzinin açılış tədbiri keçirildi. Quba Asan Həyat kompleksində yerləşən mərkəz Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərir. Tədbirdə Azərbaycanlı və Türkiyəli rəsmilər iştirak etdilər. Məqsəd regionlarda yaşayan istedadlı uşaqların potensiallarını üzə çıxarmalarına və beynəlxalq elmi texnoloji mühitə inteqrasiyalarına şərait yaratmaqdır. Layihəmiz bölgələrə doğru genişlənir. Bilim Quba Mərkəzinin açılışı regionda innovasiyaların və texnologiyaların inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Mərkəzdə 4 laboratoriya fəaliyyət göstərəcəkdir. İnanırıq ki, mərkəz yalnız regionun inkişafına və gələcəyinə deyil, ümumilikdə ölkəmizin inkişafına və gələcəyinə öz böyük töhfəsini verəcəkdir. Hem Bakü'deki merkezimiz hem Kuba'daki merkezimizle birlikte Azerbaycan'daki genç kardeşlerimize bilim ve teknoloji aşkını aşılamak istiyoruz. Nice Selçuk Bayraktarlar, Aziz Sancarlar buradaki merkezlerden çıksın, yetişsin arzuluyoruz. Bizler Türkiye olarak buradaki eğitim malzemeleri, aynı zamanda eğitmenlerimizin eğitimi, eğitim içeriklerinin paylaşılması gibi her daim buradaki genç kardeşlerimizin yanında olmaya gayret edeceğiz, devam edeceğiz. İnşallah bu merkez hem Kuba'da hem Kaçmaz'da, çevre şehirlerdeki gençlerimize de hizmet ediyor olacak. Ötən həftə Asan könüllüləri qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə görüşdülər. Görüş Asan könüllülərinin diskussiya platforması layihəsi çərçivəsində baş tutdu. Əsas müzakirələr QHT fəaliyyətində gənclərin iştirakçılığı, yeni dövrün çağırışları və imkanlar mövzusuna əsr olundu. Aygün Əliyeva müvafiq sahədə gənclərin artan rolundan, təşəbbüskarlıq və sosial layihələrdə iştirakın əhəmiyyətindən danışdı. O, müasir dövrün çağırışlarından və imkanlarından söz açdı, tövsiyələrini verdi. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftə Madrid şəhərinə səfər elədi. Məqsəd beynəlxalq tədbirdə iştirakdır. 700-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 20-dən çox sessiya təşkil edildi. Birləşmiş Ərəb Əmirliklərinin dövlət xidmətləri rəhbəri və Madrid şəhər merinin müavini ilə görüşlər keçirildi, əməkdaşlıq sahəsində fikir mübadiləsi aparıldı. Ötən həftə Asan İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə ölkənin ən böyük biznes tədbirlərindən olan və 10-cu illiyini qeyd edən Milli Marketinq Forumu keçirildi, maraqlı diskussiyalar aparıldı. Nə xoş ki, biz Asan İnnovativ İnkişaf Mərkəzi olaraq bugün bu tədbirin, bu yubiley tədbirinin həm də bu forumun tərəfdaşıyıq. Çünki Milli Marketinq Forumu ölkədə biznes düşüncəsinin inkişafına çox mühüm töhfə verir. Çünki çox aktual mövzuları, son dövrlərdə biznes üçün hansı aktual mövzular varsa, hər il həmin mövzuları çıxardır panel müzakirələri olaraq. Və biz həm də bu il doğrudan da son zamanlar çox aktual olan yeni texnologiyaları, blockchain, süni zəka, big data mövzularını ilk günündə 9 may tədbirində mən də moderator olaraq orada iştirak edərək müzakirə etdik. Həqiqətən də mən düşünürəm ki, iştirakçılar üçün çox faydalı mövzulara toxunduq. Həm təkcə iştirakçılar üçün yox, həm də biznes dünyası üçün. Bugünkü tədbirdə biz dövlət komitəsi olaraq həm böyük qayıdış prosesinin düzgün formatda çatdırılması, işıqlandırılması, dayanıqlı icmaların yaradılması və onların sosial-iqtisadi potensialının gücləndirilməsi istiqamətində bu məlumatları düzgün formatda çatdırılması məqsədi ilə bu foruma qoşulmuşuq və əlbəttə ki, bu forum təkcə fikir və təcrübə mübadiləsi deyil, həmçinin yeni əməkdaşlıq, yeni üfüqlərin müzakirə olunması forumu. Belə,
Missiyamız xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdır. Bu və ya digər maraqlı faktları, faydalı məlumatları, gündəm xəbərlərini qaçırmamaq üçün Asan TV-nin sosial media səhifələrini mütləq izləyin.